Bakıda Landmark oteldə Maqin David Azərbaycan İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə xüsusi tədbir təşkil edilib. Ulu öndərin əziz xatirəsinin yad edildiyi tədbirin başlıca məqsədi onun müdrik siyasətini, ölkəyə və xalqa xidmət nümunəsini yeni nəsillərə tanıtmaqdır. Maqin David Azərbaycan İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Ulu öndərin əziz xatirəsinin yad edildiyi tədbirin başlıca məqsədi onun müdrik siyasətini, ölkəyə və xalqa xidmət nümunəsini yeni nəsillərə tanıtmaqdır. Heydər Əliyev yalnız bir lider deyil, eyni zamanda millətinin gələcəyini düşünən, onun rifahı üçün gecə-gündüz çalışan böyük dövlət xadimi idi. Onun başladığı inkişaf strategiyası bugün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, deyə Milli Məclisin üzvü Anatoliy Rafailov qeyd edib. Cəmiyyətimiz daim vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə həyata keçirilən layihələri dəstəkləyir, gənclərin milli ruhda tərbiyəsinə, tariximizin və qəhrəmanlarımızın tanıdılmasına xidmət edən təşəbbüslərə önəm verir. Belə ki, Heydər Əliyevin siyasi kursunu bugün uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Vətən müharibəsi Azərbaycan xalqının və ordusunun iradə, güc və birliyinin rəmzinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük müharibə zamanı xalqımızın şərəfini, ölkəmizin ərazi bütövlüyünü qorumaq uğrunda böyük qəhrəmanlıq göstərdi. Tədbirdə çıxış edən rəsmi şəxslər və ictimaiyyət nümayəndələri ümummilli liderin zəngin irsindən və Azərbaycan tarixində oynadığı mühüm rollardan danışıblar. İştirakçılar Heydər Əliyevin siyasi irsinin bugün də ölkənin inkişafında əsas istiqamət olduğunu bildiriblər. Ulu önderimiz Heydər Əliyevin siyasəti nəticəsində günləri, onun layiqli davamçısı İlham Əliyev cənabları bizim Azərbaycan yenidən bütövlədi. Bir əsrdən çoxdur ki, biz belə mütəmadi olaraq dahi şəxsiyyəti yad edirik və indən sonra da əsrlər boyu yad eləməyə davam edəcəyik. Biz bugünkü müasir Azərbaycana görə ona borcluyuq və hər zaman o bizim qəlbimizdə yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsili üçün etmədiyi bir həqiqətən problemli məsələ qalmayıb. Həqiqətən çox böyük işlər, ən azı dilimizin saflığı uğrunda bir neçə sərəncamın, ana dili gününün, əlifba gününün, yəni böyük sərəncamların, hansı ki indi biz onlara əməl edirik, onları imzalayan böyük şəxsiyyət, həm də milli kimliyimizi təsdiq edən böyük layihələrə imza atmış oldu. Heydər Əliyevin hər il ad gününü qeyd etməklə biz elə həm də Azərbaycan xalqının keçdiyi şərəfli yola tarixə nəzər salırıq. Çünki Azərbaycan tarixinin, müstəqil və müasir Azərbaycan tarixinin böyük bir epoxası məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bugün biz həyatımızın hər bir səhifəsində, hər bir nöqtəsində Ulu öndər Heydər Əliyevin xatirəsini görürük, Ulu öndər Heydər Əliyevin ruhunu görürük, Ulu öndər Heydər Əliyevin ideyasını və ideologiyasını görürük. Kiçikdən böyüyə hər kəs Ulu öndəri yad edir, onun çıxışlarına baxanda illər keçsə də biz orada çox böyük mənalar yenidən tapırıq və əsasən Ulu öndərimiz zamanında deyirdi ki, biz mütləq torpaqlarımıza qayıdacağıq və şükürlər olsun ki, bu baş tutdu və Ulu öndərin əsas vəsiyyəti bizim möhtərəm cənab Prezident tərəfindən və müzəffər ordumuz tərəfindən Allah şəhidlərimizə rəhmət eləsin, onların şücaəti nəticəsində biz əzəli torpaqlarımızı qaytara bildik. Ulu öndərin mədəniyyətə və incəsənətə göstərdiyi diqqət tədbirin musiqi proqramında da öz əksini tapdı. Səhnədə Azərbaycanın tanınmış sənətçiləri və gənc ifaçılar çıxış etdilər. Xoş görmüşük səni, daha mənim bədərim yox Şuşam. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onun ideyaları gələcək nəsillərə yol göstərəcək. Günay Hüseynova, Royal Əsədov, MTV Azərbaycan.